Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev parkında, həmçinin Alar kənd bir sayılı tam orta ümumtəhsil məktəbinin ərazisində yerləşən abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Həmçinin anım günü münasibətilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mir Süleyman Mirxaslı ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı sahəsində əvəzsiz xidmətlərini xüsusi vurğulayaraq bildirib. Heydər Əliyevi xatırlamaq heç də təkcə onun dövlətçiliyimiz tarixində verdiyi töhfələri sadalamaqdan ibarət deyil. Eyni zamanda dövlətimizin bugünü, keçmişi və gələcəyi barədə fikirlərimizi bölüşməkdən, münasibətimizi bildirməkdən ibarətdir. Çünki o tarixin bir hissəsidir və onun öz sözləri ilə desək, mən həyatda öz missiyamı yerinə yetirmişəm. Ona qiyməti isə tarix verəcək, gələcək verəcək. Heydər Əliyevə Allahdan rəhmət diləyirəm. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə təşkil olunmuş ehsan süfrəsində çıxış edərək bildirib ki, hörmətli tədbir iştirakçıları, Azərbaycan xalqının ən dahi şəxsiyyətlərindən biri olan Azərbaycan tarixinin, Azərbaycan dövlətinin qurulmasında, inkişaf etməsində müstəsna xidmətləri olan bir şəxsiyyətin, ulu öndərimiz Heydər Əliyevin anım günü münasibəti ilə toplaşmışıq. Tarixdə elə şəxsiyyətlər var ki, onların bir xalqın taleyində rolu əbədi olur. Azərbaycan xalqının tarixində ulu öndər Heydər Əliyev əbədi yaşayacaq. İstər Sovet dönəmində, istər müstəqillik dövründə Azərbaycan xalqına, Azərbaycan dövlətinə etdiyi xidmətlər və onların nəticələri ilə bağlı bu gün də hər kəs qürur duyur, çox minnətdarlıq, dərin ehtiram hissi ilə onu xatırlayırıq.